Salam, hər birinizi yeni bir mövzu izahında daha xoş gördük. Bu gün İblis əsərinin miqya sertifikasiya imtahanlarına hazırlaşan müdavimlər, həmçinin abituriyent hazırlığı ilə məşğul olan müəllimlər üçün orijinaldan məzmununu və təhlilini verməyə çalışacağam. Deməli, əziz müəllimlər, bildiyimiz kimi İblis 4 pərdədən ibarət olan mənzum faciədir. 1918-ci ildə yazılmışdır. Burada müəllifin əsas məqsədi hərbə uymuş, yəni hərb siyasətinə, müharibəyə uymuş insanların faciəsini əks etdirmək olub. Yəni müharibələr insana, bəşəriyyətə bəla törədir qənaətindədir. Hadisələr 2 fəsildə baş verir. Hadisələrdə, deməli, birinci pərdədə hadisələr avqust ayında, deməli, günortadan keçmiş şəkildə baş verir. Baxaq görək nə olur, ətraflı şəkildə danışaq. Hadisələr avqust ayında Bağdad civarında baş verir. Top, tüfək səsləri yazmışam. Ümumiyyətlə bu əsərdə real müharibə səhnələri yoxdur. Müharibənin biz dəhşətlərini ancaq insanların qışqırığından, top, tüfək səslərindən və s.dən görə bilirik. Yəni görürük daha doğrusu. Arif İxtiyar Şeyxin çardağına yaxın əyləşib. Yəni Arif burada İxtiyar Şeyxin bağçasında əyləşib, yəni onlara yaxın. İblis və mələk də bir tərəfdə Arifi seyr edirlər. Arifin dialoqu hələ ki yoxdur. İblis deyir, dəryalara hökm etmədə tufan və s. yəni bildiyiniz o şeirlərdir. Mən hamısını nəsr şəklində yazmışam. Vulkan səhraları sarsıdır, qızıl qan sellər kimi axır. İnsan canlar yaxıb, evlər yıxır. Bunu kim deyir? İblis deyir. Mələk bəşəriyyətin bu şəkildə zəlil qalmasının günahkarı olaraq İblisi, İblis isə insanları görür. Mələk deyir, ya Rəbb, bu nə dəhşət, nə fəlakət, ya Rəbb, bu nə vəhşət, nə zəlalət. Belə bir ya Rəbbə müraciətlə Arifində şeir var. Yəni ona görə bu hissəyə diqqət edin ki, ya Rəbb, bu nə dəhşət, nə fəlakəti kim deyir? Mələk deyir. İndi Arifin həmin şeirini birazdan təbii ki deyəcəyim. Mələk deyir ki, heç bir insanda insaf qalmadı, bəşəriyyət İblisə mi uydu? İblis deyir ki, toplar mənim qəlbimə dəhşət verir. Göydən yağış əvəzinə atəş yağır. Mələk Allahdan azacıq lütfi inayət istəyir. Bəşəriyyət məhv olub gedir, yer üzü İblislə həmrəngi siyasətdir. Yəni yer üzü İblislə bərabər boyanıb. Bu dövrdə deyirəm, bu dəmdə Arif uyğudan ayılmış, yəni yuxudan ayılmış kimi ətrafı seyr edir. Arif Tanrıya müraciət edir. Baxın, buna burada fikir verin. Pərdəli hikmətləri duyub düşünmüş və axırda belə bir qənaətə gəlmişəm, deyir ki, hamısı zülmətdir, bülbül və çiçəklər deməli, mənim çıldırmış könlümə əlac deyil. Arif göylərə qalxıb Allahı görmək istəyir. Və deyir ki, varlığı yox, yoxluğu vardan daha dilbər. Allaha müraciətlə deyir. Peyğəmbərlərə, qanuna və kitaba uydum, amma heç bir faydasını deyir ki, görmədim. Hər fəlsəfə bir vəlvələdir, bir xəyaldır. Sənsiz qəlbimə şölə doğamaz deyir. Bunu kimə deyir? Allaha müraciətlə deyir. Və ümumiyyətlə bu deyir ki, Arif, ya deyir məni göylərə qaldır, ya da özün mənə sarı gəl. Ümumiyyətlə, ana faciəsində də belə bir epizod var. Arifin biz artıq buradan yaşamağa taqətinin qalmadığını görürük. Hüseyn Cavidin yenə digər əsərində, ana əsərində də Səlma ananın da yaşamağa deməli artıq taqəti qalmamışdı. Yəni elə bir oxşarlıqdır. Bax, bayaq dediyim məqam budur. Ya Rəbb, bu cinayət, bu xəyanət, bu səfalət bulmazmı nihayət? İnsanları xəlq etmədə var bəlkə də hikmət, İblisə nə hacət? Bu fikirlər kimin dilindəndir? Arifin dilindəndir. Yəni bunu deməli qarışdırmayaq mələyin nitqi ilə. İblis peyda olur. Peyda olur deyəndə İblis zaten səhnədə idi, amma yəni ortaya çıxır. Arifə deyir ki, biçarə çocuq, sən də mi evhamə qapıldın? Yəni deyir ki, elə az idi, deyir mənə təhqir eləyənlər, sən də mi deyir başladın? Onu biçarə çocuq adlandırır.
Deyir ki, sən məni daim təhqir edib söylənirsən, amma deyir, mən əminəm ki, bir gün sən də qoca iblisin əlinə düşəcəksən. Deməli, iblis özünə qoca iblis deyir. Başqa da hələ var, o özünə müraciətlə, iblis ümumiyyətlə orada deyəcək ki, mən böyük qüdrətəm, atəşli müəmmayam və qoca iblisəm. Əsərin müxtəlif yerlərində var. İndi birazdan deyəcəyik, elə biri də buradadır. Belə. Daha sonra nə deyir? Böyük qüdrət, atəşli müəmma və s. İndi digərlər də var, onları da qeyd etdiyim kimi deyəcəyik. Və deyir ki, mən səni kölə eləyəcəyəm və sənin dərdinə heç kim imdad diləyə bilməyəcək. Yəni, imdad edə bilməyəcək. Yəni, sən deyir, imdad istəyəcəksən, amma deyir, mən başıma deyir, elə oyun gətirəcəm ki, heç kim sənin dərdinə çarə qıla bilməyəcək. Bu dəmdə İxtiyar Şeyx gəlir. Və İxtiyar Şeyx ona deyir ki, sən mədəni aləmi buraxmısan. Yəni, mədəni aləmi tərk etmisən. Yəni, ümumiyyətlə, Müsbət Fəxrəddin əsərində Fəxrəddin obrazı da mədəni aləmi tərk etmişdi. Fəxrəddin obrazı da deməli, mədəni aləmi tərk etmişdi. Burada mədəni aləmi tərk etmə deyəndə biraz haşiyədən kənara çıxa bilərik. Kitab-Dədə Qorqud dastanında Basat da heyvanlar içərisində yaşayırdı. Təbii ki, burada heyvan məsələsi deyil, amma yaxınlıq var. Yəni, mədəni aləmi tərk etmə məsələsi var. Hətta biz təbii ki, Məcnun obrazında buraya aid eləyə bilərik Məcnunu. Belə. Bunlar da öz mühitini bəyənməyib, müxtəlif səbəblərdən çıxmışdılar. Basatın aqibəti təbii ki, daha effektivli olur, yəni geri dönüşü daha rahat olur. Məcnunda isə faciə ilə nəticələnir. İxtiyar deyir ki, yəni səndən də qabaq və səndən də sonra insanlar iblisə daim uymuş və uyacaqdılar. Yəni, Arifdən İxtiyar onu istəyir ki, bu qədər çox düşünməsin. Arif ondan çarə istəyir. Beynimi yar, qəlbimi aç, yaxud da məndən uzaqlaş, mən çılğınam. Sonra da deyir ki, yox, gəl, qaçma, mənə lütf eylə. İxtiyar deyir ki, sən mədəni aləmi buraxıb, bədəvi aləmə üst tutmusan. Bədəvi aləm nədir? Yəni, səhralığa, çöllüyə deyir ki, bir növ üst tutmusan. Belə. Arif deyir ki, vəhşilər özü belə insandakı vəhşiliklərə heyrandır. Bunu kim deyir? Arif deyir. Yəni, insan deyir, bütün vəhşilərdən daha vəhşidir. Bu qədər cinayət, bu qədər xəyanət bir nihayətə ərməzmi deyir, bitməzmi? İlahi, bu qədər səbrə nə gərək var? İnsanların deməli, səbrə artıq, zülmə artıq dözməsi Arifi şaşqına çevirdir. Mirzə Ələkbər Sabir yaradıcılığında da bu motivdən genə bol istifadə yəni demək olar ki, olunub. Arif Allaha yalvarır ki, bir buyruq ver, cəhənnəmlər açılsın, bütün od, atəşlər ətrafa saçılsın və bu bəşəri həmin od alovlar yıxsın, ahlar göylərə çıxsın. Yəni, deyir, artıq yaşamağın heç bir mənası qalmayıb. İxtiyar çıxıb gedir, bu dəmdə iblis yenidən deməli orada peyda olur. Arifin artıq iblisin bu gəlişində başında fəs var. Fəs də nədir? Papaqdır. O Osmanlı tərzində təbii ki başa qoyulan kiçik bir papaqdır. Arif iblisdən kim olduğunu, haradan gəlib şöhrət-i namının nə olduğunu soruşur. İblis də deyir ki, mən indi bir atəşəm, fəqət əvvəlcə mələk idim, mələklər mənim dövrəmdə fırlanırdı. Amma deyir, Adəm kimi bir sayğısız məni ləkələdi. Burada o Adəmin o şeytana uyma məsələsindən dəm vurulur, dini motivdən istifadə olunub. Amma deyir ki, məni deyir cənnətdən qovsalar da, amma alçalmadı, yüksəldi fəqət şöhrət-i şanım, Allah ilə bir zikr edilir, namü şanım. Bunu kim deyir? İblis deyir. Arif artıq qarşısındakının iblis olduğunu anlayır və deyir ki, cahan sənin əlinlə məhv olur. Sən indi mənim yanıma niyə gəldin? İblis də deyir, baxdım ki, sənin canını, ruhunu bu əsarət əzir, sıxır, gəldim ki, səni hürriyyətə dəvət eləyəm. Bax, bu hürriyyətə dəvət məsələsinə testlərdə fikir verin, çox qarşımıza çıxacaq. Bunların deməli dialoqunda bəlli olur. Və deyir ki, qəlbinə nur həqiqət verim. Arif də deyir ki, sən zülmətsən, zülmət olan bir kəs mənim qəlbimə nur həqiqət verə bilməz. Sən get, sapqınları, azğınları aldat. İblis də deyir ki, sən aldanırsan, mən zülmət yox, atəşin ta kəndisiyəm, yəni atəşin özüyəm. Deməli, İblis deyir ki,
mən aləmləri atəşsiz, yəni odsuz təsəvvür edə bilmərəm. Hətta deyir ki, Zərdüşt dininin təməlində belə atəş dayanır. Bunu kim deyir? Bunu iblis deyir. İblis çıxır gedir. İblisin burada hər dəfə gəlməyində səbəb məqsəd Arifin beyninə şübhə toxumlarını əkməkdir. Yəni ki, onu da yoldan çıxarmaq istəyir. İblis çıxır gedir, bu dəmdə Xavər gəlir. Xavər İxtiyar şeyxin nəvəsidir. Uşaqlıqdan Arifi sevir, amma Arif isə Rənanı sevirdi. Deyir ki, Xavər, yenə gözlərində kimlər göründü? Arif ona sarılır və deyir ki, sən də olmasan, məni bu qanlı həyat boğar, sıxar. Gözlərin ruhu cəzb edir. Mənə əski xatiratı xatırladırsan, deyir. Bunu kim deyir? Arif deyir. Kimə deyir? Xavərə deyir. Səbəb isə Arif artıq sərsəm bir haldaydı. Filosof təsiri bağışlayır əslində, sərsəmdən daha çox hələ ki. Amma Xavəri Rənaya bənzədirdi. Ona görə bu sözləri Xavərə deyir. Xavərə deməli, açıb həqiqəti demədiyinə görə Xavər onu səhnənin kənarına qəddar adlandırır. Yəni Xavər onu əslində bilir ki, o onu sevmir, ona görə də qəddar adlandırır. Bu dəmdə İbn Yəmin gəlir. İbn Yəminin ümumiyyətlə burada bir haşiyədən yenə çıxaq. İbn Yəminlə İxtiyar şeyxin arası çox yaxşıdır. Biz bunu digər məclislərdə də görəcəyik. Amma İxtiyar şeyx təbii ki, mənfi yox, müsbət obrazdır. Amma biraz onun da daxilində müəyyən təlatümlər baş verir. Tanrıdan intiqam almaq məsələsinə gedir, çıxır. Oqtayloğlu ilə o da ortaq cəhətdir. Onda indidən deyim, yəni İxtiyar şeyx nəvəsi Xavər öləndən sonra Tanrıdan intiqam almaq istəyir. Bu da Oqtayloğlundakı Oqtay ilə ortaq cəhətdir, amma birazdan məqamı gələcək deyəcəm. İbn Yəmin gəlib İxtiyar şeyxin keyfini soruşur və əsgərə də atlıları tapşırır. Deyir ki, get onlarla məşğul ol. Arif Rənanı görür və deyir ki, söyləyin, deyir, adınız, isminiz Rənamı? O da deyir ki, hə, mən Rənayam. İbn Yəmin Arifi görüb ətrafa deyir ki, yəni ətrafa ümumiyyətlə yazdığım səhnənin kənarına deməkdir, yəni tək başına. Bu hərf deyir bizə əncəl olacaq. Arif soruşur ki, haradan gəlib hara gedirsiniz? İbn Yəmin də deyir ki, səhnə-i hərbdən, mücadilədən. Arif də deyir ki, bir fəzilətsə öldürüb ölmək, canavar sizdən əşrəf olsun gərək. Yəni Arif burada müharibəyə qarşı çıxdığını, İbn Yəminin isə əksinə olduğunu görə bilərik. İbn Yəmin bildirir ki, yaşamaq üçün əzmək, çarpışmaq lazımdır. Bunu kim deyir? Bunu İbn Yəmin deyir. Arif hər əsgər və millətin bu fikirdə uymasını qəbul eləyir və bunu sərsəmlik adlandırır. Nə deməkdir? Bu deyir, Arif deyir ki, mən bilirəm ki, bir çoxları sizi kimi belə düşünür və bu sərsəmlikdir. İxtiyar şeyx Arifə deyir ki, bəs münaqişə lazım deyil, gəl gedək, mənim səndən işim var. İbn Yəmin Rənadan soruşur ki, bu adam filosofdur, yoxsa dəlidir? Onu sərsəm adlandırır. Rəna deyir ki, bu onun məsləyidir. Hərbə nifrət eləyir. Rənanın dilindən ilk dəfə olaraq biz Arifin hərbə nifrət etdiyinin şahidi oluruq. Rəna deyir ki, əsli İstanbulludur. Kimin? Arifin. Qonşumuzun oğluydu. Balaca olanda evləri yanıb, ailəsi məhv olur. Qardaşı ilə sağ qalsa da, qardaşını da itirir. İbn Yəmin çıxır. Rənanın gözü iki kitaba sataşır. Xavər deyir ki, keçən il bu kitabları mənə Arif alıb. Xavər özü kitabları vərəqləyir. Birincisi, deməli, bunları təmizləyim. Birincisi orada Xoca Nəsrəddinin lətifələri olur. Digəri isə deməli, Min bir gecə nağılları olacaq. Belə. Rəna Xavərdən sərin su istəyir. Xavər su gətirmək üçün ayrılır. Çavuş gəlib İbn Yəminə deyir ki, bax bu bayaqki çavuşdur. Arif bizim üçün bir bəladır. Çünki Rənaya yaxındır. Arifi çavuş bəla adlandırır, amma əskəri isə daha müthiş bəla adlandırır. Deyir ki, çünki bu əskər bizi Rənanın babasını öldürəndə görüb. Həmişə demək olar ki, uşaqların da, müəllimlərin də qarışdırdığı bir epizod bax budur ki, çavuş gəlib deyir ki, Arif bizim üçün bəladır. Daha müthiş bəla isə bu əskərdir. Çünki bu əskər sən İbn Yəmin mənlə əlbir olub Rənanın atasını öldürəndə o bizi görüb. Həmin əskər də gedib haqq hesabı Vasifə danışacaq. Harada danışacaq? Onu birazdan görəcəyik. Bax bu məqama mən bir də toxunacağam inşallah ki. Belə. İbn Yəmin burada biraz laubali şəkildə özünü öyür və deyir ki, mən deyir ömrümü keyfə sərf elədim, milyonları və s. Mənim kimi bir ərəb bir uşaqdan mı qorxacaq? Və insanların bir böyük ordunun onun uğrunda
öldüyünü, müharibəyə uyduğunu xatırladır. İbn Yəmin əslində bir ərəb obrazıdır. Orta yaşlı təsvir olunur. Olduqca varlı olaraq təsvir olunur. Fəqət xain obrazdır. Yəni düşmənə tərəf keçir. Öz bəzi silahdaşlarını satıb. Belə. Bu dəmdə Arif Rənadan soruşur ki, sənin bu qanlı zabitlə, yəni İbn Yəminlə nə işin var, hara gedirsən? Rəna deyir ki, Rəna ümumiyyətlə şəfqət həmşirəsidir. Yəni bu tibb bacısıdır və müharibədə könüllü olaraq, yəni orduya gedir ki, yaralı deməli əsgərləri sağaltsın. Rəna da deyir ki, biz yaralı xəstələr üçün gedirik. Arif ona deyir ki, qal, ona inanma. Rəna deyir ki, bəlkə də sən haqlısan, bəlkə də haqsızsan, amma ki deyir, məni vəzifə gözləyir, vəzifəmdən geriyə qala bilmərəm. Bu dəmdə bir Miralay xəyalı görünür. Ümumiyyətlə əsərdə müxtəlif obrazların xəyalları görünür. Bunlardan biri də deməli Rənanın atasının xəyalı hesab edilir. Belə. Rəna deyir, ah babam, bir də anlı şanlı babam, intiqam almadan inan yaşamam. Rəna həm də tibb işi ilə yanaşı, intiqam hissi ilə də alışıb yanır. Babasının xəyalı intiqam istəyir. Bu dəmdə iblis görünür. Rəna deyir ki, babamın qatilini kim tapsa, ona səcdə edərəm. İntiqam eşqi ilə çöllərdə gəzirəm. Arif deyir ki, İbn Yəmin sizi aldadır. Xavər bu dəmdə bayaqçı suyu gətirir. İbn Yəmin gəlib bildirir ki, Rənaya deyir ki, gəl gedək, qismət olsa 3-5 gündə burada qalarıq. İxtiyar şeyx bunu özləri üçün xoşbəxtlik hesab eləyir. Yəni deyir ki, bu bizim üçün böyük bir xoşbəxtlik olar. Xavər də Rənanı əslində çox istəyir və deyir ki, burada əslində belə bir epizod var. Həmin Arifin olduğu məkandan bunlar uzaqlaşır. İxtiyar şeyxlə Xavər İbn Yəminlə Rənanı ötürməyə gedirlər. Xavər Rənaya deyir ki, yəni artıq onlar evdən çıxmışdı. Gəlişin pək gözəl, fəqət gedişin umulur şey deyildi. Burada sətiraltı mənalar var. Xavər çünki bilir ki, deməli Arif onu sevir. Xavər və Arif Rənaya getməmələrini xahiş edir. Yəni deyir ki, siz burada qalmalısınız. Belə. Arif Rənanı nazlı heykəli Nura bənzədir. Arif Rənanı Nur heykəlinə bənzədir. Xavər Arifdən Rənanı sevib sevmədiyini soruşur. Arif isə sevdiyini etiraf edir. Xavər buna inanmaq istəmir. Arif deyir ki, İbn Yəminin nə etmək istədiyini mən bilirəm. Ona görə də Rənanı onun əlinə qoymayacağam. Bunu da Xavərə deyir. Bu dəmdə Vasif və kiçik zabit yaralı bir Rus zabitini gətirirlər. Vasif və kiçik zabit yaralı başqa bir Rus zabitini gətirirlər. Vasif illərdir Arifin axtardığı itkin düşən kiçik qardaşı idi, amma heç birinin bundan yəni xəbəri yox idi iblisdən başqa. İxtiyar yaralı zabitin halına acıyır və ona yer göstərir ki, otursunlar. Arif onun əsir yoxsa qaçqın olduğunu soruşur. Vasif də deyir ki, Rus əsiridir. Vasif onun Rus əsiri olduğunu deyir. Ümumiyyətlə, bunlar Ruslarla savaşırdı. Bunlar yol qırağında Vasiflə kiçik zabit görür ki, belə bir yaralı var. O deyir ki, bu düşmən də olsa yaralıdır, yəni bunu ölmə tərk eləmək olmaz. İxtiyar və Xavər yaralının yaralarını sarıb başqa otağa aparırlar. Arif, Vasif və kiçik zabiti, deməli, bir dəqiqə, bunu yaxşı silinmədim. Arif, Vasif və kiçik zabiti munis və mərhəmətli adlandırır. Vasif deyir ki, onu yol kənarında tapdıq. Bir düşmən əsiri olsa belə müavinət edilməlidir. Yəni, yaxşılıq olunmalıdır ona. Arif bütün bəşərin Vasif kimi olmasını arzulayır. Kiçik zabit Arifin getdiyini görüb gəlir və bayaqki bu kiçik zabitdir və Vasifi Məcnun kimi düşüncəli görür və deyir ki, sən niyə Məcnun kimi düşüncəli olmusan? Kiçik zabit kimə deyir? Vasifə deyir. Vasif İbn Yəmini axtardığını, Rəna kimi gül qönçəsinin bir alçağa layiq olmadığını bildirir. Deməli, Vasif də burada görür ki, Rənanı sevir. İki qardaş, deməli, bunlar bir-birindən xəbərsiz bir qızı sevirlər. Kiçik zabit deyir ki, bax, kiçik zabit burada Vasifə müharibənin gedişatı və nəticələri haqqında məlumat verir. Kiçik zabit Vasifə deyir ki, Türk ordusu ətrafa həmlə edir, İran və Qafqaz
bizdən imdad diləyir və biz də onlara imdada gedirik. Ruslar da önümüzdən çəkilir. Hə. İndi Vasif də ona deyir ki, cavabında türklər istəyir Hindi, Əfqanı da tutsun. Bizim üçün fərqi yoxdur. Ona görə ki, onların siyasətçiləri xəyanət içərisindədir. Bax, bayaq da dedim ki, İbn Yəmin də xəyanət içərisində olan bir siyasətçi deyildi, amma bir zabit, bir əskər idi hər şeydən əvvəl. Və deyir ki, biz nə qədər ordumuz bizim güclü olsa da, bizi deyir oyuncağa çevirib xəyanətçilər xarici dövlətlərin əlində. Bizi deyir yalnız nə qurtara bilər? Turana qılıncdan daha kəskin ulu bir qüvvət, yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət. Bunu kim deyir? O məşhur Vasif deyir. Arif bu dəmdə qayıdıb gəlir. Kiçik zabit soruşur ki, buradan bayaq keçənlər kim idi? Buradan da bayaq keçənlər kim idi? Arif də deyir ki, təbii ki, İbn Yəmingil idi. Yəni onları tərif eləyir. Tərif deyəndə yol tərifi, ha, yəni tərifnamə cəhətdən yox. Kiçik zabit və Vasif həmin yerdən gedirlər. Arif də onların arxasında şaşqın nəzərlərlə baxır. Kiçik zabit gedə-gedə deyir ki, artıq sən əmin ol. Bugün avcundadır onlar. Kiçik zabit Vasifə deyir ki, İbn Yəmin və Rəna sənin bugün ovcunda olacaqlar. O İbn Yəmini tutmaq istəyirdi, çünki Rənanı sevirdi və İbn Yəminin də necə bir insan olduqlarını əslində təxmin eləyirdilər. Bu dəmdə yenə iblis görünür. İblis Rənanın izindən getməyi Arifə tövsiyə eləyir. Arif inanmıram deyir. İblis deyir ki, əgər sən getməsən Rəna bir əğyara qismət olacaq, yəni başqasına. İblis onun inatkar olduğunu pisləyir. Ona bir kisə pul və tapanca verir. Sənin bunlar məsud edəcək deyir. Tapançanı bir əl havaya sıxır. Kim? İblis. Pulları da kisədə bir-bir silkələyir ki, Arifi cəzb eləsin, amma təbii ki, buna bir də yazmışam ki, pulların kisədəki səsini Səda-i Pəri Cibril adlandırır. Səda-i Pəri Cibril adlandırır. Kim? İblis. Və deyir ki, pulsuz heç kim öz məqsədinə nail ola bilməz. Arif onları yerə çırpır və bunlara mənim ehtiyacım yoxdur deyir. İblis Arifə aldanırsan deyir. Arif bir qədər tərəddüd edir, gedib getməyim deyə öz-özünə ki, yəni mən də deyir, gedimmi Rənanın arxasıca, belə. Arif tərəddüddən sonra getməli olduğunu anlayır. İblis onun arxasınca deyir ki, hörmət və məhəbbət qanlı ədavət gətirər. Ülfətin sonu vəhşətdir, şəfqətin sonu nifrətdir, rəhmətin də sonu lənətdir. Bax, bura fikir verin. Bununla da ən qarışıq olan birinci pərdəmiz başa çatır. Keçdik ikinci pərdəyə. Süslü bir ərəb salonu. İblis qulluqçu rolundadır. Bu ərəb salonu təbii ki, İbn Yəminin salonuydu. İbn Yəmin axı dedim ki, mən olduqca zadəcan bir adam idi. İblis də burada qulluqçu qiyafəsindədir. İbn Yəminin də niyyəti nədir? Özünə Rənanı arvad eləməkdir. Bu hansı Rəna idi ki, babasını öldürdüyü Rəna idi, yəni atasını. Biz sadəcə babasını deyəcəyik türkcə olduğuna görə. Süslü bir ərəb salonu. İblis qulluqçu qiyafəsindədir. İbn Yəmin İblisə deyir ki, imamı tapsın. İblis deyir niyə? O da deyir ki, nikah üçün. İblis deyir ki, başçavuş bayaq getdi çağırmağa. Bunu İblis deyir. İblis bildirir ki, Rəna buna qarşı çıxacaq. İbn Yəmin də İblisə deyir ki, bu sənin vəzifən deyil, sən narahat olma. İblis İbn Yəminə deyir, məcbur etsən, hökumət sənə cəza verər. Başqa günahların da var, onları xatırla. Onların da üstü açılar. Sən dövlətə xain çıxmısan. Bunu kim deyir? İblis İbn Yəminin üzünə vurur. İbn Yəmin deyir ki, sən vəkil olsan, heç kim mənə heç nə edə bilməz. İbn Yəmin çıxıb gedir. Belə, bu dəmdə Vasiflə yanındakı küçük zabit qəfil içəri girir. İblis onların bu cəsarətli gəlişini pis qarşılayır, belə deyək. Bu cəsarət nə demək? İblis deyir. Ey, bana bax, deyir. Vasif deyir ki, biz elə bildik ki, bura oteldir. İblis də deyir ki, bəs bu otelin sahibi kimdir? Vasif də deyir ki, İbn Yəmin. İblis də deyir ki, bəs sahibi varsa, deməli, bura otel deyir, buna bir ev, salondur, yəni, deməli, İblis onları sayğısız adlandırır. Vasif onu vurmaq istəyir. Kiçik zabit isə ona mane olur. Deməli, bunlar gəlir, dəyişir.
İblis onların belə bu tərzdə sayğısızcasına içəri girməsinə bir növ qarşı idi. İblis vasifə deyir ki, İblis artıq məsələnin nə yerdə olduğunu başa düşür. Bilir ki, Vasif də Rəna üçün gəlib. Bu gün Rəna İbn Yəminə varıyor, yəni ərə gedir. Rənanın xəbəri yoxdur, belə deyim sizə. İbn Yəmin nikah tədarükü görür salonda. Yəni Rənanın bundan xəbəri yoxdur. Kiçik zabit İblisə Vasifi göstərib deyir ki, bu qızın ən sevgili məşuqudur. Kiçik zabit Vasif haqqında İblisə deyir. İblis deyir ki, çəkilib gedin, gələnlər var, birazdan danışarıq. Vasif də dostuna təklif eləyir ki, biz gedək, birazdan qonaq qismində gələrik, məclisdə iştirak eləyərik. Bunlar çıxıb gedir. Və getməmişdən kiçik zabit deyir ki, bizim ümidimiz yalnızca səndədir. Kimə deyirlər? İblisə deyirlər. Deməli, və qızı İbn Yəminə ərə getməyə qoyma deyir. İblis bütün cümlə cihanın ondan imdad istədiyini bildirir onların arxasıca. Rəna gəlir. Rəna İblisə deyir ki, bu ziyafət nə üçündür? İblis də deyir ki, bəs güya bilmirsən, yəni deyir, bunlar nikah üçündür. Rəna deyir ki, Arif haqlıymış. Bu rəzil hərif özünü nə zənn edir? Rəna çıxıb gedir. Arif daxil olur. İblis onu sərsəm budala adlandırır. Arif ondan mərhəmət istəyir. İstəyir ki, Rənanı çağırsın. Burada da bu Rənanı ümumiyyətlə Rənanın gizləndiyi yer var. Deməli həsiri qaldırır, Həsiri qaldırır, bir dənə qapaq çıxır altından. Qapağın altında da Rənanı gizlədir. Bax, bunu unutmayın. Rənaya deyir ki, mən səni yəni qoruyacağam. Kim deyir? İblis deyir. Yəni onu birazdan daha geniş şəkildə, yəni həmin epizodları danışacağıq biz. Amma birazdan danışacağıq. Yəni orada unutmayın. Yəni orada da. İndi məqamı gəldi, dedim sadəcə. Deməli, İblis onu sərsəm budala adlandırır. Arif ondan mərhəmət istəyir ki, Rənanı çağırsın. İblis deyir ki, burada Arif bilmir, İblisin olduğunu bilmir. Qulluqçu qiyafəsindədir və bir evdə olduqlarını bilirlər. Belə. İblis deyir ki, ona ovuclar dolusu altını olan insanlar sahib ola bilər. Arif deyir ki, mənim könlüm sərvətə uymayıb. Bunu da Vaqif obrazı ilə eyniləşdirə bilərik. Aldada bilməmiş dünyanın varı bir məslə eşqi ilə yaşayanları deyir. Deməli, burada da Arif hələ ki deyir ki, bəs belə. İblis də deyir ki, onda sənin altının yoxdursa, silahın varsa, məni öldür, sevgilvə qovuş. Arif də deyir ki, mən vəhşi deyiləm, silahım yoxdur. İblis də deyir ki, əgər heç bir şeyin yoxdursa, könlün var ya, mənə deyir, könlünü ver. Arif də deyir ki, mən könlümü yalnızca Rənaya vermişəm. Belə. İblis ətrafa onu şərqin mütərəddid çocuğu adlandırır. Arif su istəyir. Ümumiyyətlə bu su istəmək məsələsi çox obrazda var. Bayaq gördük ki, xavərdən Rəna su istəyir. Burada da qulluqçudan, yəni İblisdən Arif su istəyir. İblis boş sürahiyə rakı deməli süzüb verir və Arif onu yarıya qədər içir və bunu dəhşət və atəş adlandırır. İblis deyir ki, yaxşı, İndi sənə başqa bir şüşədən tatlıdır deyib başqa bir içki verəcəm. Bu dəfə süzdüyü isə şərab olur. İblis deyir ki, ən gözəl töhfədir, keşiş göndərib. Nə haqqında deyir? Şərab haqqında deyir. Arif şərabı içir, ondan dolayı da yəni təsirlənir və şəfəqi dalğalı nura bənzədir. Arif şərabın təsirindən şəfəqi dalğalı nura bənzədir. Arif İblisə Rənanı uşaqlıqdan bəri sevdiyini deyir. Rəna əlində kağızla gəlir. Deməli, Rəna əlində kağızla gəlir. İblis kağızların nə üçün olduğunu soruşur. Rəna deyir ki, onlar, yəni bu kağızlar bu məlunu həbs eləyəcəklər. Məlun da kim haqqında deyir? İbn Yəmin haqqında deyir. Kağızları gətirən kim idi? Rəna idi. Amma bu kağızlarda babasının qatili olduğunu bilmir. Sadəcə hökumət əleyhinə deməli çıxdığını bilir. Amma şübhələnir ki, babamın da deyir qatili ola bilər. Amma isbatı yoxdur əlində. Və burada uşaqlar həmişə deyir ki, müəllim, bəs Rəna bilirdisə babasının qatili İbn Yəmindir. Niyə onu tutturmurdu? Əlində fakt yox idi. Bu faktlar başqa kağızlardır. Belə. Deməli, harda qaldıq? Arif deyir ki, bəs sən kimi nəzərdə tutursan? Rəna da deyir ki, səncə pək bəlli hərif.
İbn Yəmin. Bunu kim deyir? Rəna deyir. Yəni deyir sənə bəlli olan bir hərfdir. Adı da İbn Yəmin. Arif Rənadan soruşur ki, bəs sən bunu daha əvvəl niyə ifşa eləmədin? O da deyir ki, o məni aldatdı ki, bəs atamın qatilini tapacam və s. Arif ondan kağızları istəyir. Rəna İblisə baxır. İblis razılıq verəndən sonra Rəna kağızları Arifə verir. Arif İbn Yəmini azğın canavara bənzədir və çıxırlar. Çıxır. İblis Rənaya deyir ki, 2 nəfər bayaq səni soruşurdu. Biri Vasif adında oğlandı. Rəna Vasifin adını eşidəndə sevinir. İbn Yəmin gəlir, İblisdən Rənanı soruşur. İblis onu da aldadır. Bəs deyir ki, toya hazırlaşır və s. İbn Yəmin İblisdən xeyli razı olduğunu deyir. İbn Yəmin Rənaya, yoxmudur səndə gülüm heç insaf, deyir. Əgər deyir sənin bura gəliş səbəbin yaralı əskərə baxmaqdırsa, elə mənim özüm də deyir əskərəm, inanmırsansa qəlbimi yar bax, hələ də deyir qəlbimdən qan axır. Çavuş deyir ki, misafirlər gəlir. Rəna çıxarkən deməli İblis İbn Yəmin haqqında deyir. O mənim ən itayətli qulumdur. Sən bəklə, bəlkə də deyir bu onun son görüşün olacaq. Deməli İblis ən itayətli qulumdur deyə kimi deyir? İbn Yəmini deyir və Rənaya deyir ki, sən gözlə, hər şey yaxşı olacaq. Belə. Yəni deyir bəlkə də bu səni deyir bir də yuxusunda görəcək. Yəni sən deyir qurtulacaqsan. Bir növ Rənaya kömək etmək istədiyini dırnaqarası deyir. Vasif, küçük zabit və bir neçə nəfər gəlir. Qonaq qismində İbn Yəminin toyuna gəliblər güya ki. İbn Yəmin müsafirlərə Vasifi arkadaşı kimi tanıdı. Deməli biz buradan başa düşürük ki, Vasiflə İbn Yəmin müharibədə bəlli olub, bircə olublar. Yəni bu bizə bəlli olur. Bircə döyüşüblər. Və deyir ki, İbn Yəmin, Vasif deməli mən Vasiflə aylarla ayrı düşmüşəm. Vasif könüllü bir deməli əskər kimi qoşuldu. Və biz hərbdə bərabər idik deyir. Yəni könüllü bir əskər kimi müharibəyə qoşuldu, bizim tərəfdən vuruşdu və bizim aramız çox yaxşı oldu. Amma deyir indi aylar var ki, ayrı düşmüşdük. İbn Yəmin burada Vasifin onu nə məqsədlə axtardığını, buraya nə məqsədlə gəldiyini bilmir. Aydındırmı? Vasifi bir yıldıza bənzədir. İbn Yəmin döyüşdən müvəffəq olmaq üçün tale və cəsarətin yanaşı olmasını deyir. İbn Yəmin deyir ki, insana cəsarətlə yanaşı taleh də deməli lazımdır ki, davada qələbə qazansın. Bunu da kimə deyir? Birinci zabitə deyir. Zabitlər deyir ki, bu necə toydur? Bilmirik, məscidə gəlmişik, yoxsa hara gəlmişik? Deyir, çalıb oxuyan, oynayan yoxdur, deyirlər. Burada rəqqasələr gəlir. Rəqqasələrin gəlişi ümumiyyətlə Səsli Qız əsərində də var. Səsli Qızda da deməli rəqqasələr gəlir. Əhməd Cavadın Səsli Qız deməli əsərində də, poemasında da rəqqasə obrazına yer verilir. İkinci zabit deyir ki, tam 5 sənədir ki, rahib olduq, ciddiyyət içində həpp olduq. Burada da təbii ki, dünya müharibəsini danışır. Belə. Rəqqasələr gəlir, çalğı çalınır. Rəqqasələrdən biri şərqi oxuyur. Hər şey sənindir, ey qafil insan. Gənclik, gözəllik, bu gülgün şəfəqlər, 5 günlük ömür röyaya bənzər və sən bu günlər ərzində keyf çəkməli, dərddən, sərdən uzaq olmalısan. Şərqinin ümumi məzmunu budur. Kim oxuyur? Rəqqasələrdən biri oxuyur. Səsli Qızda da şərqi oxuyan kim idi? Bu sizə artıq bəlli məsələdir. Ariflə 2 qanun nəfəri, yəni 2 qanun adamı gəlir və musiqi susur. Rəqqasələr 2-2, 3-3 çıxıb gedirlər. Arif İbn Yəmini nişan verib deyir ki, həmin axtardığımız qəddar budur. İbn Yəmin bu qədər həqarəti mən çəkmərəm deyir. Hökumət üzvü İbn Yəmini aparır, tutur və hamı çıxır. Amma biz birazdan görəcəyik ki, İbn Yəmin onların əlindən qurtulmağı bacarır. Onu da məqamı çatanda deyərik. Vasif gəlir. Deyir ki, indi əsl fürsətdir, gecikmək olmaz. Rənanı sevimli afət adlandırır kim? Vasif. Və deyir ki, gedək, yoxsa xain səni məhv eləyəcək. Rənaya deyir ki, İbn Yəmin gəlib səni tutacaq. Rəna razılaşır, amma deyir ki, qatil hələ də tapılmayıb. Atamın qatili hələ də tapılmayıb. Vasif hələ burada bilmir, deməli, İbn Yəmindir Rənanın atasının qatili. Sadəcə Vasif İbn Yəminin necə rəzil, necə xain adam olduğunu bilir. Amma bilmir ki, Rənanın da atasını deməli İbn Yəmin öldürüb. Ona kim deyəcək? Bayaq dedim, harda deyəcək? Onu birazdan deyəcəyim. Gedirlər. Arif gəlir. İblis Rənanın bir zabitlə qoşulub getdiyini deyir.
Deyir ki, xurmalığa doğru gediblər. Arif də həmin əraziyə doğru gedir. İblis deyir ki, get, fəqət əmin ol ki, bəklər səni bir yığın cinayət, izlər səni bir yığın fəlakət. Yəni deyir səni cinayət və fəlakətlər neyniyir? Deməli, gözləyir. Üçüncü pərdə. İxtiyar Şeyxin çardağında burada vaqe olur. Birinci pərdədə olduğu kimi artıq burada hadisələr payız fəslində baş verir. Bayaqçında ilkindi vaxtı idi, yəni günortadan keçmişdi. Burada isə günorta vaxtı sisli havada baş verir. Hadisələr iki fəsildə baş verir. Bunu unutmayın. Xavər yaralı zabitin sarğılarını açıb deyir ki, yaradan çox mərhəmətlidir. Bu hansı yaralı zabit idi? Hansı ki bayaq dedik ki, Vasiflə küçük zabit İxtiyar Şeyxə gətirmişdilər onu, İxtiyar Şeyxin evinə. İxtiyar Şeyxlə də Xavər onunla məşğul olurdu. Yaralı zabit Xavərə deyir ki, düzdür, yaralarım sağalır, amma sağaldıqca dərdim daha da artır, çünki ailəmi düşünürəm. Ailəsi də harda idi? Müharibədə vəziyyətləri təbii ki ağır olmuşdu. Və deməli yaralı zabit deməli Xavərə deyir ki, sənin kədərin məni daha çox üzür. Mənə baxmaqdan Arifə vaxt ayıra bilmədin. Yaralı zabit də burada artıq bilirdi ki, Xavər kim istəyir? Deməli Arifi istəyir. Xavər də deyir ki, yox, sən heç bir günahın yoxdur. Bizi tale ayırdı. Bu qəza doğdu bir təsadüfdən. Bax, bu təsadüf də Rənanın gəlişinə işarət idi. Əsəri diqqətli oxuyanlar bunu nə demək istədiyimi tutacaq. Birinci və ikinci zabit gəlib İxtiyar Şeyxdən su istəyirlər. Birinci və ikinci zabit gəlib İxtiyar Şeyxdən su istəyirlər. Bax, yenə burada su məsələsi var. Hələ bir dəfə də görəcəyik. Narahat olmayın. Bu üçüncü suyumuz oldu. Birinci zabitə İxtiyar su versə də ikinci zabit deyir ki, deyir yox, sən deyir əziyyət çəkmə, özüm deyir suyumu götürüb içəcəm. Bu iki zabit yaralı zabitin kim olduğunu soruşur. Bu iki zabit müharibədən gəlib və deyir ki, sizin həyətinizdəki bu yaralı zabit kimdir? İkinci zabit deyir ki, öz-özünə təxminlər yürüdür. Deyir ki, bu olmaya deyir ya Lehistanlıdır ya da Rusdur. Birinci zabit deyir ki, bəlkə heç deyir casusdur. Yaralı zabit deyir ki, mən nə casusam, nə də Lehistanlıyam. Mən Rus millətindənəm, amma deyir müsəlmanlığı da sevirəm, yəni müsəlmanam həmçinin. Həyat və ölümün deyir mənim üçün heç bir mənası qalmamışdır. Yəni deyir əslində məni xain adlandırırsınızsa öldürə bilərsiniz, amma deyir mən xain deyiləm. Birinci zabit də deyir ki, sən elə müsəlmansansa, yəni türksənsə, necə türkə qarşı atəş açmısan, necə düşmənin tərəfində olmusan? Əgər deyir başqa millətdən olsaydın, səni deyir əfv eləyərdim, amma deyir indi edam olunmalısan. Bu hansı kimə deyirlər? Bunu yaralı zabitə deyirlər. Xavər və İxtiyar ona mane olur, yəni yaralı zabiti ölümdən qurtarırlar. Amma yaralı zabit öz tapancasını çıxarıb başına nişan alır. Bu dəfə də ona ikinci zabit mane olur. İxtiyar Şeyxin dilindən atalar sözü verilir. Ah çılğın, bütün cihan çılğın, bu günün arkasında yok mu yarın? Yəni deyir, bu günün sabahı yoxdurmu? İxtiyar Şeyxin dilindən atalar sözü verilir, yəni burada. Bax, bura fikir verin. Biraz artıq bu hissələr qarışıqdır. Elə ki, hər şeyi biraz unudun. Bir dənə ərəb zabiti gəlir bura. Və deyir ki, yəni urra, müharibələr deyir bitdi, hər şey yaxşı oldu, ordumuz öz ölkəmizə qayıtdı. Bolqarlar hüdudu açıb İngilislərə. İngilislər İstanbula deyir dolub. İngilislərin İstanbulda olması Zeybək qızı ilə də ortaq cəhətdir. Ərəb zabiti gəlir, biz də elə bilirik ki, nə yaxşı. Ərəb zabiti də müharibə bitib, bizə şad xəbər verir. Xeyr, müharibə necə bitib? Deyir ki, İngilislər İstanbulu tutub. Biz nə uğrunda vuruşuruq? Biz də türk uğrunda vuruşuruq da, türkçülük uğrunda. Bu satqın obrazıdır. Deyir ki, Bolqarlar xəyanət edib hüdudu açıb, yəni məğlub olub əslində bunu deməyə çalışır. Yəni sonra orada xəyanət məsələləri var. Belə. Yaralı zabit, bayaqçı özünü öldürməkdən yaralı zabit onu xain adlandırır. Birinci zabit də onu bayquşa bənzədir. İkinci zabit isə onu sərxoşa bənzədir. Kimi? Həmin bu ərəb zabitini. Oktay oğlunda da sərxoşa bənzədilən obraz var idi. Biz demişdik, əslində həmin obrazlar kimlərdir? Bunlardan biri Tamaradır və aktyorlardır ki, Oktayı sərxoşa bənzətmişdi Tamara. Aktyorlar da Oktay haqqında tərif yazan müxbirləri, müxbir deməyək, qəzet nəşriyyat işçilərini sərxoşa bənzətmişdilər ki, ancaq Oktay haqqında yazırlar, bizim haqqımızda heç bir xoş söz yazmamışdılar. Axı sizin haqqınızda nə yaza bilərdi ki? Deməli, yaralı zabit cismi kimi qəlbi də qaradır deyir. Kim haqqında? Ərəb zabiti haqqında. Yaralı zabit deyir ki, bunun üzü kimi qəlbi də qaradır. Axı ərəblər qara olurdu. Və ərəb zabitinin ürəyindən nişan alır.
deməli, ürəyindən nişan alır və deməli ərəb zabiti də onu vurmaq istəsə də alınmır. Yaralı zabit deməli ərəb zabitini öldürür. Və deyir ki, yaralı zabit deyir ki, mən indi deyir qatiləm. Birinci və ikinci zabitə deyir ki, yaralı zabit, indi istəsəz məni tuta bilərsiniz. Birinci və ikinci zabit razı olmur, deyir yox, tutmarıq. Bax, yenə də deyirəm. Ərəb zabitini öldürən kim idi? Yaralı zabit. Yaralı zabit. Yaralı zabit də birinci və ikinci zabitə deyir ki, istəyirsinizsə məni tutun. Bunlar da deyir ki, yox. Biz deyir, səni niyə tutaq ki, sən bir xaini öldürmüsən. Belə. İxtiyar Şeyx gözlərinə inanmır. İxtiyar Şeyx müharibənin insanlara gətirəcəyi, ümumiyyətlə bax burada Rənadır, Elxandır, İxtiyar Şeyxdir. Müharibənin insan həyatına, insan ruhuna, insan mənəviyyatına gətirmiş olduğu mənfiliklərin tərəfindədir. Yəni onlar istəmir ki, müharibə olsun. Belə. Yaralı zabit deyir ki, gedək. Mən bayaq ölmək istəyirdim, indi isə yaşamaq istəyirəm. İntiqam üçün deyir ha bunu. Birinci zabit deyir ki, əgər biz yaşarsaq, millət də onda yaşayacaq. Bu dəmdə çöldən marş səsi gəlir. Ümumiyyətlə Hüseyn Cavid yaradıcılığında marşdır, Bəhri Təvildir, sonetdir. Bu tip deməli şeirlərin də gəlişi demək olar ki, ilk dəfə Hüseyn Cavid yaradıcılığına aiddir. Burada da onun ümumiyyətlə bizim yaradıcılıq ədəbiyyatımız üçün xas olmayan marş janrı var. Yəni bu əsərdə də bu dəmdə çöldən marş eşidilir. Yəni türk oğlu sözündən dönməz və s. qəhrəmanlığa çağırışdır. Yəni marş bir növ qəhrəmanlıq nəğmələrinə oxşayır, amma təbii ki bu başqadır. Bunlar hamısı çıxıb gedir. İxtiyar Şeyx yoldan keçən bir cavan oğlanı saxlayır ki, gəl mənlə bu cənazəni qaldıraq. Ərəb zabitinin cənazəsini deyir qaldıraq. İxtiyar Şeyx deyir ki, yox kimsədə mərhəmətlə vicdan, insanlığı həp unutdu insan. Bunu kim deyir? İxtiyar Şeyx deyir. Xavər də deyir ki, bəşərət iblisə uydu. Bax belə. Deməli, sonra. Yenə Vasif və Rəna axı bayaq getmişdi, onlar gəlirlər. Rəna kömək istəyir. Xavər bildirir ki, Arifi əlimdən alsan da, mən sənə kömək eləyəcəyəm. Bunu kim deyir? Xavər deyir. Bunlar da niyə kömək istəyirdi? Yəmindən qaçmışdılar da, baxmayaraq ki, onu tutmuşdular, bilirdilər onun gücünü və s. Belə. İblis qülbədə Rənaya yer göstərir. Bax, bu bayaqçı dediyim yerdir. Dedim, həsiri qaldırıb qapağın içinə gizlədəcək. Bax, həminkidə daha uzun-uzadı danışmıram. Belə. Vasifə də deyir ki, sən get ormanda gizlən. Bunlar hər işi görür. Arif başında papaqsız gəlir. Fəssiz olaraq Arif gəlir. Buna fikir verin. Arifin 3-cü pərdədə başında fəs yoxdur. Nə qədər artıq pərişan halda olmağa doğru getdiyini görürük. Xavər ona doğru qoşar, sonra isə ürküb geri çəkilir. Arif bunun səbəbini soruşur. Xavər deyir, qoşdum sana sevdiyimdən, amma baxdım ki, sevilməyənlər əsla layiq deyil olmağa həmaquş. Ürkdüm də çəkildim, işdə məthuş. Deyir, mən düzdür sənə qaçdım, amma deyir, öz-özümə ürkdüm özümdən və səndən ki, mən deyir, sən tərəfindən sevilmirəm, ona görə də həmaquş ola bilmərəm səninlə. Xavər deyir ki, illərcə mən sənə pərəstiş etdim. Sənsə məni bir nicaha satdın, yəni bir baxışa satdın. Arif deyir ki, mən intihara layiqəm. Arif özünün intihara layiq olmağını kimə deyir? Xavərə deyir. Bəndən babana salam edərsin, gəlmişdi də şimdi getdi dərsin. Bir hiçliyə məzarə. Xavər babasını çağırmaq üçün gedir. Arif cibindən bir rakı şüşəsi çıxarıb içir. Deyir ki, dərdlərimə həmdam ol. Yəni təsəlli ol deyir əslində burada. Yəni dərdlərimə deyir təsəlli ol. Və yerdən tapancanı götürür. Bu hansı tapancaydı? Bax, bayaqki deməli yaralı zabitin o vuranda qalan tapancasıdır. Ərəb zabitin vurandakı tapancasıdır. Tapancanı götürür, alnını nişan alır. İblis bu dəmdə peyda olur və Arif iblisi görüb dayanır. İblis özünü pir hikmət adlandırır və deyir ki, kəramətliyəm. Aşiqsənsə, sənin dərdivə çarə taparam, özünü öldürmə. Arif də onu mürşid-i pir adlandırır, çarə istəyir. İblis qapağı qaldırıb Rənaya nuri didəm deyə müraciət eləyir. Rəna ondan su istəyir. İblis dəstidə, yəni su qabında, sürahidə su olmadığını deyir. Yenə qapağı örtür. Bunu Arifdən eyni səhnə deyirlər, amma Arif görmür onu. Arif iblisin ayağına qapanır. Onun
Xızır yoxsa mələk olduğunu soruşur. Xızır peyğəmbərsən yoxsa deyirsən mələksən? Arif iblisdən soruşur. Arif bilir ki, artıq həsirin altında kim var? Rənanın olduğundan şübhələnir. Bu dəmdə xavər gəlib Arifə deyir ki, sən orada nə axtarırsan? Arif də deyir ki, burada bir mücəffər gizlənib. Rənanı nəzərdə tutur. Xavər deyir ki, orada heç kim yoxdur. Xavərin həqiqətən də xəbəri yox idi. Xavərlə bilir ki, Arifin başına hava gəlib. Arif Rənanın qumral saçlarını şeiri mənsura bənzədir. Rənanın özünü isə məzar içindəki huriyə bənzədir. Arif yenə qapağı qaldırmaq istəyəndə xavər deyir ki, sən buradan çıx get. Sonra da onu qovmağına peşman olur. Belə. Və deyir ki, sonra sən Rənanı unut. Arif də deyir ki, yox, mən deyir onu unuda bilmərəm. Bu deyir mümkün olan şey deyil. Xavər deyir ki, sən sərxoşmu nəsin? Yəni sərxoşmusan deyir yəni. Qapağın altında deyir heç nə yoxdur. Məni deyir öldür, mən sənə əngəl olmayım. Və burada əsərdə ən təsirləndiyim hissə Xavərin ölüm səhnəsidir. Arif onu əlləri ilə qəhqəhə çəkərək boğur. Al işte, budur. Cavabın ancaq. Arif onun üzərini həsirlə örtür. Bodrumun qapısını açır. Bax, bayaqçı qapıdır bu. Rənanı çıxarır. Sən məni atsan da, mən səni atmadım, deyir. Onlar bərabər meşəyə qaçırlar. İblis arxalarıca baxıb deyir ki, məndən nə qədər qaçsanız da, biz qarşılaşacağıq, biz çünki birik. İnsanın ruhunda iblisin özü var. Belə. İbn Yəmin qara çavuşla gəlir. Bax, bayaq demişdim ki, tutuldu, amma çıxacaq. Deyir ki, bir qocaman orduyu iğfal edən, aciz imiş sanki küçük hilədən, həbs edəcəkmiş bəni üç sərsəri. Bunu kim deyir? İbn Yəmin deyir. Yəni, mən deyir, o boyda ordunu deyir, dağıtdım. Mən deyir, bu hiləkarların əlində aciz mi qalacağam? Bunu da İbn Yəmin deyir. Düşünür ki, onları tutub cəzalandıracaq. Cibindən 5-10 altun çıxarıb fırladır. Kim? İbn Yəmin. İblisdən ixtiyar şeyxi soruşur. İbn Yəmin Xavərin cəsədini görüb İblisə silah çəkir ki, həqiqəti onu açıb desin ki, bəs Xavəri kim öldürüb? İblis İşvəli Rənaya uyan bir səfilin qatil olduğunu deyir. İblis deyir ki, İşvəli Rənaya uyan bir səfil qatildir. Bayaq çıxıb getdilər. İxtiyar şeyx Xavərin cənazəsinə yaxınlaşır və görür. Dəhşətli qəhqəhələr çılğınca orada qəhqəhələr çəkir sonradan. Dəli olur bir növ. Bir növ yox, elə dəli olur. Ona kimin qıydığını soruşur. Belə. Deyir ki, döndü qaranlıq gecəyə gündüzüm. Göylərə doğru hayqırır ki, Tanrını mənə göstərin, ona söyləyəcəklərim var. Bununla da 3-cü pərdə başa çatır. Bir saniyə. Deməli, bununla da 3-cü pərdə başa çatdı. Gəldik sonuncu pərdəmizə. Bu da elə də qısa bir pərdə deyil əslində. Birinci pərdə qədər olmasa da biraz uzunluğu çoxdur digər pərdələrdən. 4-cü pərdə. Meşədə qürub vaxtı. Yəni günəş artıq batır. Uzaqda həzin ney və ya çoban türküsü, çoban düdüyü səslənir. Yəni çoban türküsünün havasında bir şeydir. Yəni tam belə ney yaxud da tütək səsidimi deyir, qarışıqdır orada. Belə. Birinci haydud tale və həyatdan şikayətlənir. Kim şikayətlənir? Birinci haydud taledən və həyatdan şikayətlənir. İkinci haydud isə niçbindir. Haydud və qaçaqların güzəranının belə olduğunu, şikayət etməyin lazımsızlığını bildirir. Yəni deyir ki, şikayət etmək lazımsızdır. Haydudların və qaçaqların günü güzəranı daima belə keçir onsuz da. Bunu kim deyir? Deməli, ikinci haydud deyir. Yəni niçbindir bir növ. Uzaqdan ıslıq səsi gəlir, fit səsi gəlir və onlar qaçıb gizlənirlər. Arif və Rəna çıxır. Uzaqdakı qurşun səsindən Rəna diksinir. Çöldən güllə atırlar çünki. Arif deyir ki, çobanlardır. Rəna da deyir ki, yox, onlar yol kəsənlərdir. Arif də deyir ki, sən narahat olma, məndə altun da var, silah da var. Rəna da deyir ki, bəs sən bu sərvətin qaynağı nədir, sən də hardan tapmısan? Arif deyir, bura fikir verin. Bir arkadaşımdan oldu qismət. Yoldaşdı benimlə bir yəhudi. Pəncəmdə həlak olub boğuldu. Sərraf idi, həm də xeyli zəngin. Təbii ki, bunları da iblis idi qaynağı.
Deməli, sonra Rəna bunu onun üçün ləkə sayır. Yəni 5-16 üçün deyir sən özünü satmısan. Arif də deyir ki, yox, bu deyir cəsarətdir. Rəna onu itələyir özündən, ona yaxınlaşanda. Deyir ki, artıq heç nə lazım deyil. Yəni qıza yaxınlaşmaq istəyir, o da onu itələyir. Birinci haydut deyir ki, sən Arifə deyir ki, sən tülküsən, bu qız da göyərçin, sənə layiq deyil. Rəna Arifə mane olur ki, silahdan istifadə eləməsin. Haydutlar özlərini çöllərə hökm edən krallar, baş mərkəzlərini isə bu ormanlar olduğunu dilə gətirir. Deyirlər ki, sən kimsən? Haydutlar da deyir ki, biz çöllərə hökm edən kralıq, baş yerimiz, baş mərkəzimiz də bu ormanlardır. Deməli, meşədə haydutlara rast gəlib bizim bu qəhrəmanlar. Arif deyir ki, siz deməli insanlığı atdınızmı? Gör kim kimə deyir. Deyir, insanlara atdınızmı? Arif qızılların bir qismini onlara verir. Haydutlar da deyir ki, yox, sən deyir bizi hamısını verməlisən. Arif qarşı çıxır. Haydutlardan biri də xəncəri onun köksünə dayayır ki, bəs hamısını ver. Bu dəmdə Elxan çıxıb haydutları ədəbsiz alçaq adlandırır. Qaplan sizdən daha mərhəmətlidir, deyir. Heç olmasa bu qızdan utanın. Elxan haydutlara tapşırır ki, buradan çıxıb gedin və yolları güdün. Əslində haydutlar da kim idi? Elə Elxanın adamları idi. Sadəcə Elxan bilmirdi ki, onlar belə iş tutub. Amma deyir ki, haqsız yerə, nahaq yerə qan tökməyin. Belə. Qan tökməyə qarşı olan obrazlar hansılar idi? Bir dənə onu da sizdən istəyirəm. Müsibət Fəxrəddin əsərində daha çox deyə bilərsiniz. Təbii ki, elə ana əsərində də, Hüseyn Cavidin ana əsərində də var. Arif deyir ki, biz sizə haydut deyə bilmərik, siz bir igid adamsınız. Elxan açıqlayır ki, isyan etmiş qaçaq əskərəm. Elxan öz dilindən deyir ki, mən kiməm? Arif deyir ki, bəs sən kimsən? Deyir ki, mən isyan etmiş bir qaçağam, əskərəm. Yurdum da deyir ormanlardır. Miskin bir ərəb zabiti məni deyir günahları ilə ləkələdi. Burada da İbn Yəmini əslində deyir. Və deyir, o məni astırmaq istəyirdi. Mən də deyir, ordugahı tərk edib buraxdım. Haydutlar bu dəmdə İbn Yəmini gətirirlər. Və onu gətirən kimi də Elxan onu tanıyır. Bu hansı İbn Yəmindir ki, Elxanı ləkələyib ordugahdan qovlamışdı. Belə. İbn Yəmin diz çöküb əfv eləyir ki, bəs qüsurluyam. Bu dəmdə çingənələrə, yəni rəqqasələrə deyir ki, siz niyə gəldiniz? Elxan deyir. Haydut da deyir ki, könlümüz açılsın, gəlsin. Elxan da deyir ki, rəqqasələri sevən bax İbn Yəmindir. Birazdan deyir, onun könlü açılacaq. Belə. Bu dəmdə bir qız kanto oxuyur. Bitəndən kanto orada lazım deyil. İblis daxil olur. İbn Yəmin soruşur ki, səni kim buraxdı? İblisdən soruşur. İblis də deyir ki, kəndim, yəni özüm. Mənə deyir, heç kimin buraxmağına ehtiyac yoxdur. Arif İblisi sahibi kəramət adlandırır. Harada? 4-cü pərdədə. Azından 3 dəfə testlərə düşən bir şeydir. Yəni sualdır. Yəni rastıma çoxca çıxan bir cümlədir. Sahibi kəramət adlandırır. Harada? 4-cü pərdədə. Və onun əlini öpür. Əlini harda öpür? 4-də. Rəna deyir ki, yollar bizi çox yordu. İblis deyir, bütün daş, uçurum, dənizi dümdüz edə bilərəm. İblis deyir. Elxan da deyir ki, sən bunları deyir, necə edə bilərsən? Sən kimsən? Belə bir məharətin deyir, hardan gəlir? İblis də deyir ki, mən hiçlə doğan bir ulu qüvvət, ulu bir qüdrətəm. Dünyada əgər varsa rəqibim, o da Allahdır. Bax, Allahı belə özünə rəqib görmür desə səhvdir. Mən şərqdə abid oluram, qərbdə rahib oluram, bir qazi olub fitnələri icad edirəm. İsa dirilib gəlsə belə mənim qəzəbimdən qorxar. Mən bəzən bir çoban oluram, bəzən də azadə bir insan, bəzən də oluram sultanlar, hansı sultanlar ki, zülmü icad edən sultanlar. İblis ilk pərdədəki sifətinə qayıdır. İblis hələ də, elə ki, 2-ci və 3-cü pərdələrdə deməli qulluqçu qiyafəsində idi, amma 1-ci pərdədə və 1-ci pərdədə deməli öz rolundaydı, belə deyək ki. Amma 2-ci pərdədə biz onu gördük ki, qulluqçu qiyafəsinə girib, saç saqqal taxıb, özünə əba taxıb. 3-cü pərdədə də elə idi, 4-ün əvvəllərində də. Amma artıq hadisələrin növbəti gedişatında 4-cü pərdədən biraz irəliləyəndən sonra İblis öz elə iblis libasına da qayıdır. İnsanlar orada donub qalır. İndiyə qədər elə bilirdilər ki, bu qulluqçudur axı. Saqqalını çıxarır, ətrafdakılar qorxur. Elxan deyir ki, qorxmayın. Arif onu cümlə xəyanətlərə bais hesab eləyir.
İblis Arifə deyir ki, sən deyir gah mənim əlimi öpürsən, gah da məndən qaçırsan. Əvvəl məhəbbət eləyirsən, sonra da deyir mənə qarşı ədavət eləyirsən. Belə. Bu dəmdə ixtiyarın qəhqəhələri eşidilir və deyir ki, ağlamaq lazım ikən mən bəzən deyir gülürəm. Bax, hardadır o deməli. İxtiyar şeyx qəhqəhəli şəkildə gəlir. Sönük qəlbimə atəş istəyirəm. Ağlamaq istərkən həp gülərim. Ah xavərim, mən dururkən sənə layiqmi ölüm? Bunu kim deyir? İxtiyar şeyx deyir. İxtiyar Tanrıdan, yırtıcı sərsəmlərdən, günəş və göydən intiqam almaq istəyir. Bunu bayaq dedim ki, bu kimlə ortaq cəhətdir? Daha təkrarçılıq olmasın. Oqtay Eloğlu ilə daha elə təkrarçılıq olsun, heç nə olmaz. İblis deyir ki, üzülmə. Yəni deyir ki, bütün bunlara şey olacaq, çarə olacaq. Sonra da İxtiyar şeyx orada deyir ki, bəs orada Allahla bağlı məqam var, bura yazmamışam. Yəni Allahın nə edəcəyi ilə bağlı. O da deyir ki, İblis də deyir ki, bəs Allah deyir dünyanı bir oyuncaq kimi görür, hər şeyi yapır, sonra da deyir qırır, bizi ilə deyir əylənir. Yəni deyir heç deyir Allah deyir belə şeyləri aldırmır. Yəni belə deyək ki, yəni ona deyir təsir eləmir. İblis deyir İxtiyar şeyxə, sən deyir boş yerə üzülürsən. Elxan deyir ki, Tanrı olsaydım insanı xəlq etməzdim. Bax bunu Elxan deyir. Etsəm də məsud yaşadardım. Məsud yaşadardım. Buradakı fikirlər də bir növ Oqtay Eloğlu ilə ortaq cəhətdir. O deyir ha, yaradırsansa yaşat, yaşatmırsansa öldür məsələsi. Bir növ yox, elə birəbir demək olar ki, eyni şeydir. Məncə bütün insanlar həp gözəl olmalıdır, yaxud çirkin. Ya kasıb olmalıdır, yaxud da zəngin. Belə, bunu kim deyir? Elxan deyir. İblis deyir ki, həyat elə olsaydı, onda insanın yaşamaqdan heç bir ləzzəti qalmazdı. Yaşamaqdan yorulardı və həyat mənasız olardı. Yəni deyir, ya hamı varlı olsaydı, ya da hamı kasıb olsaydı, İblis deyir ki, elə həyatın mənası olmazdı. İxtiyar gəlib, deyir ki, cəlladı tapın, yəni qızımın qatilini tapın, mən onu deyir, didib parçalayaram. İblis də deyir ki, İsa Peyğəmbər, İsa deyir, özü də deyir, dirilib gəlsəydi, o da deyir, sənə deyərdi ki, qatili əfv elə. İxtiyar da deyir ki, yox, mən deyir, insanlığı atmış bir canavaram, yalnız intiqam istəyirəm. Bu dəmdə xavərin xəyalı görünüb, intiqam, intiqam deyə səslənir. Vasif İbn Yəminin çavuşu və 2 haydut gəlir. Deməli, Vasif İbn Yəminin çavuşu və 2 nəfər haydut gəlir. Elxan Vasifə deyir ki, İbn Yəminə niyə kim bəsləyirsən? Vasif o da deyir ki, bəs belə-belə. Vasif Rənaya deyir ki, şu zalim xunxar babanın qatili olmuş. Vasif Rənaya burada deyir. Rəna ilk dəfə atasının qatilinin İbn Yəmin olduğundan tam şəkildə faktlarla əmin olur. Harda? Burada. Vasif bu sirri əsərin əvvəlində qeyd etdiyimiz İbn Yəminin səhnəsindəki çavuşun ehtiyat etdiyi əskərdən öyrənmişdi. Bax, deyir ha, daha müthiş bəla bizim bu əskər. Bizi görüb cinayət eləyəndə. Həmin əskər gedir Vasifə deyir ki, bəs Rənanın atasının qatili İbn Yəmindir. 2 məktubu da cibindən çıxardır və deyir ki, bunlar da deyir bunun isbatıdır. Bunu kim deyir? Vasif deyir. Elxan deyir ki, yaradan bunu yerdə qoymaz. İblis də deyir ki, əvət, əssən də, əzilsən də, əvət. Yəni adildir o müthiş qüvvət. Bunu kim deyir? İblis deyir. Rəna İbn Yəmini əvvəlcə canavara, sonra isə qara əfiyə bənzədir. Əfi ilana bənzədir. Və xəncərlə onu öldürmək istəyəndə Elxan məni olur. Deyir ki, sənin bu məsum qadın əllərinlə o ölsə, xoşbəxtlik tapar. Və onun deyir, ruhu gülər. Bu dəmdə qaçaqlar bir dəqiqə. Deməli, bu dəmdə qaçaqlar bir papaz, bir xaxam, yəni din xadimi, papaz da elə əslində, yəni onların başında duran bir xaxamı, qara çarşablı xəstə qadını və onun yanında olan 10 yaşlı uşağı, bir də İranlı şeyxi gətirirlər. Onu buraya yazmamışam, unutmuşam, amma açıqlamasında var. Deməli, qaçaqlar gətirir. Bax, bunları qatıblar, qabağına gətiriblər. Bunu çox sistemli şəkildə vermişəm, ona görə də fikir verin. Növbətçi obrazı onları Elxana təqdim eləyir.
Deyir ki, papaz ermənidir. Erməni olan kimdir? Papazdır. Bax, burada fikir verin. Papaz ermənidir. İncil adı ilə Ermənistana qurşun daşıyırmış. Papaz Elxandan əfv istəyir. O da deyir ki, yox, get İbn Yəminin yanına, birazdan qurşuna düzüləcəksən. İkinci Xaxam haqqında məlumat verir. Xaxam da dedim, baba burada qeyd elədim ki, din xadimidir. Xaxam Yəhudi belə Yəhudidir, fransızlara işləyən bir casusdur. Ərəbistanı köpürdən də elə odur, kimdir Xaxamdır. Elxan onun kürəyini kinayə ilə oxşuyur və deyir ki, sən birazdan cəzabı çəkəcəksən. Elxan onu Tövrata uyan Dəccal adlandırır. Kimi? Xaxamı Tövrata uyan Dəccal adlandırır. Bunlara çox fikir verin, xüsusilə MİQ sahəsində. İranlı şeyxlə bağlı məlumatı verirlər. Onu Əmmaməli şeytan adlandırırlar və ingilislərə işlədiyindən İngilis dəllalı adlandırırlar. İranlı şeyxin burada vəzifəsi nədir? Ümumiyyətlə bu obrazlar dövlətin daxilində ixtişaş yaradan mənfi obrazlardır, düşməni işləyən obrazlardır. Bax, bunlar hamısı. İranda nəşri əfkar eləyirmiş. Yəni, fikirləri yayan təbliğatçıymış. Mətbuat orqanlarında xalqa yalan-yanlış məlumat verən kim idi? İranlı şeyx idi. Onu nə adlandırdılar? Deməli, Əmmaməli şeytan adlandırdılar. Kimi? İranlı şeyxi. Onun əsas məqsədi ictimaiyyəti aldatmaqdır. Şeyx iblisə uyduğunu deyib əfv eləyir. İblis də bunun yalan olduğunu deyir. Deməli, bir də təkrar edirəm. Baxın buradan. Erməni olan papazdır. Bunlar hamısı düşmən tərəfindən pul qarşılığında və sair qarşılığında ələ keçirilmiş obrazlar hesab olunur. Erməni olan papazdır. Xaxam Yəhudidir. İranlı şeyx də Əmmaməli şeytan adlandırılır və s. Day təkrarçılıq olmasın. Elxan şeyxi ağbaşlı ilana bənzədir. İblis deyir ki, onların tanrısı altundur. Bunu da düzdürürlər, deməli, İbn Yəminin yanına. Dördüncü və sonuncu, 5 nəfər var, yəni bu 4-5 bərabərdir. Çünki xəstə qadın, bir də yanında olan onun uşağıdır. Xəstə qadın səqət, yəni sakat uşağı, şikəst uşağı gətirib, deyir ki, heç olmaya bizə yol ver, biz çıxıb gedək. Növbətçi də deyir ki, onlar Kərbəlaya gedəndə biz onları tutmuşuq. Anası deyir, inildəyir. Uşağın da deyir, burnu yaradan çürüyüb. Bunların da gəliş səbəbi nə idi? Xəstə qadınla bu uşaq xəstəlik yayırmış cəmaata ki, insanlar da bir tərəfdən belə qırılsın. Xəstəliyi yaymaq üçün. Və deyir, dərdimiz mühlik imiş. Yəni, xəstəliyi yaymaq imiş. Qadın özü bunu neyniyir? Etiraf eləyir. İranda deyir, həkim çox olsa da getməyiblər. Bunları da düzdürürlər, deməli, İbn Yəminin yanına. Elxan indi deyir ki, dərdimizə çarə tapacağıq, kinayə şəkildə təbii ki. İblis deyir, dərdə bax, millətə bax, niyyətə bax, ölülərdən ölülər feyz alacaq. Bunu kim deyir? Bunu İblis deyir. Hamısı birlikdə öldürürlər, ahvay səsləri ərşə qalxır. Elxan Vasifə İbn Yəminin cənazəsini göstərib deyir ki, sən onu izləməsəydin, o ələ keçməzdi. İblis Elxana Vasifin Rənanı sevdiyini deyir. Elxana Vasifin Rənanı sevdiyini İblis deyir. Elxan da deyir ki, qız burada, sən burada deyir, əncəl olan nədir ki? Rəna Vasifə deyir ki, məni Arif qurtardı. Vasif onun əlini sıxıb təşəkkür eləyir. Vasif Arifin əlini sıxıb təşəkkür eləyir. Artıq Arif Vasifdən şübhələnir ki, bu da qızı sevir, bilirdi. Deyir ki, təşəkkürə ehtiyac yoxdur, bu mənim vəzifəmdir. Rəna mənim sevgili cananımdır, Kəbəyi vicdanımdır. Bunu kim deyir? Bunu da Arif deyir. İblis Rənanı Leyliyə, bax, bura fikir verin. İblis Rənanı Leyliyə, Arif və Vasifi isə Məcnuna bənzədir. Rəna Vasifə deyir ki, o sərsəmdir, onu burax. Bunu da təkrihdə deyir. Arif haqqında Rəna Vasifə deyir ki, yəni ona baş qoşma. Çünki Rəna istəmir ki, Arifə nəsə olsun. Amma sevmir. Rənanın könləsində Vasifədir. Vasif deyir ki, yox, belə olmaz. Qız deyir, ya sənin olmalıdır, ya da mənim. Elxan Rənanın fikrini soruşur. Rəna deyir, sən bənim əski pərəstişkarım, bunu Arifə deyir. Bu isə ən yeni dildarım, bunda Vasifə deyir. Çünki Tanrımla mənim bir əhdim var. Hər kim bulsa babamın qatilini, bil ki, məmnun edər, ancaq o bəni. Arif Rənaya deyir ki, əldə silah varkən mən bu təhqirlərə dözə bilmərəm. Arif öz-özünə deyir,
Qardaşım, sevgili Vasif, bana gəl, səni görsəm bəni qorxutmaz əcəl. Arif bilir ki, qardaşının adı Vasifdir. Bax burada da məqamları qarışdırmayın. Amma bu Vasifin Vasif olduğunu bilmir. Bilir ki, bu oğlan da Rənanı istəyir. Bax bu dedim ha bayaq ki, şübhələnmişdi artıq çoxdan. Amma adını bilmir axı. Adını bilmir. Tale ilə bunları elə üz-üzə qoyub ki, iki qardaş deməli bir qızı seviblər. Qarşısındakı rəqibin qardaşı olduğunu bilmir və fikirlərini əlavə edir. Neredəsin? Gəl bana. Bəlkə əcəl aman vermədi. Bura Arif yazmışam. Bunu Arif deyir, yəni Vasif haqqında deyir. İblis deyir, nə tuhaf, bir ananın evladı olur bilmədən bir-birinin cəlladı. Arif Vasifi vurur. İblis Arifi səfil adlandırır. Rəna Vasif deyə ağlayır. Arif həqiqəti İblisdən öyrənir. Yəni Rəna qışqırır ki, Vasif. Arif də deyir, nə? Vasif, hansı Vasif? İblis də deyir ki, bəs o Vasif ki, eşqi səni yıllarca əsir etdi. Arif deyir ki, vüsalın nə yamanmış qardaş. Visalın, yəni vüsalın nə yamanmış qardaş. Yəni sənə qovuşmağım nə qədər qısa çəkdi. Özünü öldürmək istəyəndə Arifə Rəna mane olur. Arif 2 dəfə intihar eləmək istəyir. Birində Xavərlə olan söhbətində, birində də burada. Bax belə. İblis Arifin etdiklərini üzünə vurub deyir ki, sən bir zamanlar cəbarut aləmində idin, yəni irfan aləmində idin, bir qız üçün oğru oldun, qatil oldun, sərxoş oldun və s. üzünə vurur. Musiqi səsi səslənir, ölülər və skeletlər rəqs eləyir. Xavərin xəyalı, Vasifin xəyalı burada görünür və s. digər ölülər. Arifə sarı Xavərin xəyalı gəlir. Arif bunu fəlakət adlandırır. Ölülər ən axırda səhnəni tərk eləyir. İblis qanlı günəşlə qanlı üfüqlərin, təriqət və adətlərin, xeyrlə şərin və s. bir-biri ilə rəqs etdiyini bildirir. Ümum, yəni bütün cəmaat. Sənsin bu xəyanətlərə bais. Qəhr olmalı, məhv olmalı iblis. Lənət sənə, lənət sənə. Kimə deyirlər? Bütün cəmaat iblisə deyir. İblis də deyir ki, deməli, İblis, o böyük ad nə qədər calibi heyrət. Hər ölkədə, hər dildə anılmaqda o şöhrət. Hər qülbədə, kəşanədə, viranədə iblis. Hər kəbədə, bütxanədə, meyxanədə iblis. Yəni deyir ki, mənim adım hər qərbdə var, amma yəni hər qülbədə, hər yerdə, həm kəbədə, bütxanada, meyxanada, hər yerdə mən varam. Adım sizin dilinizdən düşmür. İndi ardına baxaq. Hər kəs məni dinlər, fəqət eylər yenə nifrət. Bax, bu da elə. Yəni, deyir ki, hər yerdə adım var, hamı məni dinləyir, amma məndən hamı nifrət edir. Hər kəs bana aciz qul ikən bəslərə davət. Bənsiz də əmin ol, sizə rəhbərlik edənlər var. Kim də olar? Qan püskürən, atəş deməli savuran, deməli burada kinli krallar, divanə bəbəklər. Divanə bəbəklər də kimdir? Altın və qadın düşkünü olan insanlar. Bin hilə quran tilki siyasilər. Tülkü deməli siyasətçilər, hansı ki min hilə qurub sizə deməli rəhbərlik eləyənlər də deyir, elə əsl iblisdir. Məzhəb çıxaran, yol ayıran xadim əğyan, din xadimləri. Mən tərk edərəm sizləri, əlan, nəmə lazım? Heçdən gələrək heçliyə olmaqdayım azım. Heçdən gəlmişəm, deyir, heçliyə də gedərəm. İblis nədir? Cümlə xəyanətlərə bais. Ya hər kəsə xain olan insan nədir? İblis. İblis bunu deyib əsərin sonunda deməli yerin tərkinə enir. Belə, bu əsərlə bağlı sonuncu olaraq onu deyə bilərik ki, İblis bayaq demişdim axı İsa peyğəmbərin adını çəkir, deyir ki, İsa belə dirilib gəlsə mənim qəzəbimdən qorxar. Həmçinin İxtiyar Şeyxə də deyir ki, İsa deyir dirilib gəlsəydi, o da sənin intiqam almağına qarşı çıxardı. Yəni intiqam alma deyir güya. İsa peyğəmbərin adı çəkilən əsərlər Qoca və Dənizdir, bax sonra Cuşqıldır, Dəhnamədir, Leyli və Məcnunun özüdür. Bunların hamısına da nə edirsiniz? Orada deməli fikir verirsiniz. Belə bu qədər hələ ki başqa deyəsi bir şey. Bir də onu deyə bilərik ki, burada özünü xəncərlə vurub öldürmək istəyən obrazlar oldu. Ümumiyyətlə özünü öldürmək istəyən obrazlar oldu. Bu obrazlardan biri də Arif idi ki, 2 dəfə dedi ki, özünü öldürmək istədi. Daha sonra bu əsərdə Ariflə yanaşı deməli yaralı Rus zabiti də özünü öldürməyə çalışırdı. Həmçinin özünü öldürmək istəyən obrazlardan Məliküddövləni Xurşudbanu Natəvanda misal çəkmək olar. Həmçinin İsməti və
həmin əsərdə muradı ortaq cəhət kimi deməli nə etmək olar, vermək olar. Hansı ki, elə onlar da bu son ikisi də Hüseyn Cavidin ana əsərində mövcud olublar. Belə, yəni pul bu əsərdə cəmiyyət üçün aparıcı mövqedədir. Altun qurşun sınağından Arif çıxa bilmir. Pulun da cəmiyyət üçün aparıcı olması fikri iblisin dilindən əsərdə verilir. Kim kimə necə bənzədilir, kimlə kimin ortaq cəhətləri var. Demək olar ki, mən hamısını ətraflı şəkildə sizlər üçün verməyə çalışdım. İzlədiyiniz üçün təşəkkür edirəm. Mənim üçün də çox maraqlı bir izah oldu. Sağ olun, inşallah ki faydası olar. Gələn görüşlərə dək.